İranda, xüsusən Azərbaycan məntəqəsində çox az adam tapılar ki, Qərə dağı tanımasın. Qərə dağ uca dağları ilə, gözəl meşələri ilə Azərbaycanın cənnətidir. Çox təəssüf ki, 1338-də bir dənə ziddi fərhəngi işdə Qərə dağın adını dəyişdilər və Ərəsbaran qoydular. Təbriz şəhərdarısı gözəl bir hərəkətdə bir körpünün adını Qərə dağ adlandırdı. Bu körpü Əhəri, Kəleybəri, Helisi, Vərzıqanı və bütün Qərə dağ mahalını Təbrizə vəsl eləyir. Qərə dağ körpüsü turisti və trafiki cəhətdən Ustanın və məntəqənin mühüm körpülərindən biridir. İndi Şəhdari Təbriz Tehran caddəsindən Qərə dağ məntəqəsinə ayrılan yolun üstünə bir dənə körpü vurubdu ki, inşallah bu körpü qutulandan sonra burada olan həmişəki trafik aradan gedəcəkdir. Tarixi adları ihya etmək çox mühüm məsələdir. Biz tariximizi, şəhrimizin tarixini və məntəqəmizin tarixini oxuyub bilməliyik.